Deməli, dərsimizin ikinci hissəsində yazılara baxaq. Sənin əsas problemin burada olacaq ki, bu sıfırları bura necə yazım? Normalda, cədvəli biraz yaxınlaşdırım. Normalda, bax, 0, 80, 11 yazsan, bu sıfırı bura qəbul eləməyəcək. 0, 80, 11. Bax, geçirəm digər sətrə, enteri vurub, bax, sıfırı silir. Hə, niyə elə olur? Çünki Excel sıfırla başlayan rəqəm yoxdur. Rəqəmlər sıfırdan başlamır. Buna görə mən buna text tipi verməliyəm. Bax, bura axıra kimi seçdim buranı. Fikir verdim, bax, axıra kimi ulduzdan plusdan seçdim. Gələm general hissəsinə. Bax, bu yazılıb. Bax, general. O pişik, aha. Bax, girirəm bu hissədən. Bu çubuq var ya, aşağı yuxarı sürüşdürmə çubuğu. Aşağı sürüşdürürəm. Burada bax yazıb text tipi. ABC. Hə, text. Aha. Seçdim bunu. Bura artıq o verildi. Bura artıq text tipindədir. Mən yazıram 0, 80, 11. Aşağı düşdükdə bax qalır. Hətta burada bax sarı təlimat da gəlir. Burada da bu. Hə, qaldı. Elədim mən də qaldı. Aha. Deməli, sən problemin bir burada olacaq. Bir də bu yazıları sən Aha. deməli, malın adı, malın kodu yazaq. Birinci yazdım. Malın kodu. Bunu elə bax, wrap teksti vururam. Bax, bu formada oldu. Sonra buradan gələn mərkəzə qoyuram. Bax, bu hissədə. Word-də necə eləyirdik? Bax, burada onlar işləyir. Bax, sağa, sola, mərkəzə. Bu formada. Bax, buradan istifadə edirəm. Həm bax, bunu vururam mərkəzdədir. Bax, mərkəzdə, həm də ortada. Bildin? Bax, yuxarı hissə, bax, burada nədir? Birinci hissə var, ikinci hissə. İkinci hissə aşağıdakı sola doğru, mərkəzə doğru, bir də sağa doğru çəkir. Bu birinci hissədə isə birinci sırada yuxarı doğru, ortada və aşağıda eləyir. Mən bunu ortada vururam və mərkəzə düzləndirmə vururam. Təm mərkəzdə dursun. Bax, bu formada dayandı. Sonra yenə yazıram. Malın adı. Bu formada yazdım. Yenə başqa əvvəl xanaya keçib, sonra bu xanaya keçirəm. Buradan da... Ayşə müəllimə, siz bayaqdan danışırdınız. Mən sizi eşitmirdim ki. İndi eşitirəm. Hə, malın adı. Bax, buradan. Malın... Bununla, bax, bu. Bax, görsən, sağa, sola, mərkəzə. Hə, qoydum, hə, elədim. Əla, bildim. Hə, bu həmçinin buradan da 1 kiloqramın orta qiymətini yazacağım. Aha. Yazdım. Elə bu mərkəzdə dayanacaq. Digər, bax, abış doğuları ilə yenə yazacağım, mərkəzdə dayanacaq. Daha sonra bizdə yazılar, məsəl üçün, Hind qozu yazaq. Yazılar sol tərəfə olur. Rəqəmlər isə sağ tərəfə, avtomatikdir. Məsəl üçün, yazacağım 1.98. Bu şəkildə vuracağım, bax. Bu nöqtə tarix formatındadır. Bunu silək. Belə yazaq. 1,98 yazarsan sən. Yox, bu tarix formatında qaldı. Bunu tarixdən silim. Bunu seç, bu hissəni onda. Keçirdək number. Bax, nömrə. Number'ya qoyarsan. Tarixdə qoysan, avtomatik date tarix yazacaq. Hə, çislavoy, o çislavoy, hə, nömrələri. Belə. Aha. Bu formada seçirik, nömrə formatını yazırıq. Bu qədər. Hə, əla, bildim Ayşə müəllimə, öyrəndim, nə yaxşıdır. Hə, gələn dərsdən digər rəngli cədvəllər burada quracağıq. Rəngli